Azərbaycanın ilk latın qrafikalı uşaq qəzeti Tumurcuq 20 illiyini qeyd edir. Bu münasibətlə Quba şəhər İshak Xanıkov adına bir nömrəli tam orta məktəbdə tədbir keçirilib. Mərasimdə Tumurcuq və Zaman qəzetinin əməkdaşları, müəllimlər və məktəblilər iştirak edib. Tədbir iştirakçıları ilk olaraq məktəblilərin əl işlərindən ibarət olan stendlərə baxış keçiriblər. Deməli, bu layihələr içərisində bax gördüyünüz Daha sonra tədbirin rəsmi hissəsi baş tutub. Mərasimdə çıxış edənlər məktəblilərin uşaq qəzetlərinə olan marağından söz açaraq, uşaq qəzetlərinin təbliğatı istiqamətində atılan addımlardan danışıblar. Mərasimin keçirilməsində məqsəd məktəb yaşlı uşaqların zehni inkişafını gücləndirmək, onların dünyaya baxışlarını dəyişməkdir. Qəzetin bu il mart ayında 20 yaş tam olur. Buna görə belə bir neçə silsilə tədbir keçirmək istəyir. Biri də bu məktəbdə gördüyünüz kimi keçirildi. Bundan əlavə Bakı şəhərinin özündə də kitabxanalarda belə bir tədbirlər keçirilməsi gözlənilir. Redaksiyanın özündə uşaq ədəbiyyatı şair yazıçıları ilə görüşlərimiz olacaq. Bunların hamısı bir məqsədə xidmət edir. Oxucuya daha yaxın olmaq, onların istək arzularını, duyğularını qəzetə gətirmək. Uzun illərdir məktəblilərin sevimli dostu olan Tumurcuq qəzeti bugün də minlərlə şagirdin bədii düşüncəsinin formalaşmasında yaxından iştirak edir. Həm bədii, həm də estetik baxımdan bu qəzetin məktəblilər üçün yaratdığı nüsxələr əvəz olunmazdır. Mən Tumurcuq qəzetini çox sevirəm. Orada gözəl şeirlər, nağıllar və şəkillər var. Orada şəkillərin köməyi ilə şəkil çəkirəm. Mən şeir yazıram. Şeir yazmağımda çox kömək edir mənə. Bir çox insanların yazdığı şeirlərə baxıb özüm üçün nümunə götürürəm. Mərasimdə İshak Xanıkov adına bir nömrəli tam orta məktəbin öz fəaliyyət dərnəkləri də çıxış edib. Onların ifasında şeirlər, musiqilər səsləndirilib, rəqslər ifa olunub.